Deyir bir kadın ormanda gəzirmiş, birdən ayağına bir şey ilişir. Baxır görür lampadır. Götürür bu lampanı, silir, təmizləyir, siləndə bu lampadan bir cin peyda olur. Qadına deyir ki, mən sənin 3 arzunu həyata keçirdəcəm. Amma sənə nə arzu həyata keçirəcəmsə, verəcəmsə, sənin ərinə onun 10 qatını verəcəm. Deyir, mən razı. Deyir, birinci arzun nədir? Deyir ki, məni dünyanın ən varlı qadını yap ki. Deyir, əminsən, bax, qocan səndən 10 qat varlı olacaq, ha. Deyir, razıyam, əmrimi yerinə yetir. Bəli, cin bu qadını ən varlı qadın eləyir. Deyir, bəs ikinci arzun, deyir, məni dünyanın ən gözəl qadını etkinə. Deyir, əminsən? Deyir, bəli. Deyir, səni dünyanın ən gözəl qadını eləsən, ərin səndən 10 qat gözəl olacaq, bütün qadınlar yığışacaq onun başına. Deyir, mən razıyam, əmrimi yerinə yetir. Bəli, cin bunu dünyanın ən gözəl qadını seçir. Cin soruşur, bəs üçüncü arzun nədir? Deyir ki, mənə yüngülcə qəlb krizi keçirdir. İndi təsəvvür edin ki, buna yüngülcə qəlb krizi keçirdirsə, əgər bundan 10 qat yüksək qəlb krizi keçirdəcək, bundan da ərindən canı qurtaracaq, özü olacaq dünyanın ən gözəl qadını, ən pullu qadını. Qardaş, ona görə biraz ehtiyatlı olun. Qadınlarla mədəni davranın. Nə deyirlərsə, hə eləyib canınızı qurtarın. Sizə həyatda uğurlar arzulayıram. Əlbəttə ki, bu bir zarafatdır.